Hürmetli tədbir iştirakçıları, hoş gördük hər birinizi. Qarşınızda çıxış etdi Qalibiyyət Rəqs Qrupu. Qrupun bədii rəhbəri Elnur Hüseynli. Hər birimizin varlığını yaşadan, keçmişimizi bu günümüzü gələcəklə bağlayan ən böyük sərvətimizdir mədəniyyət. Mədəniyyət, milli ruhumuzun, mənəvi dəyərlərimizin aynasıdır. Bugün Gənclik Klubu'nun təqdim olunan hesabat konsepti də bu dəyərlərin ifadəsidir. Gənclik Klubu özünün sazlı, sözlü, nəğməli iştirakçıları ilə əhatə olunur. Hər dəfə mən bu sarayda gəlib iştirak edəndə yeniliklər görürəm. Rais müəllimə təşəkkürümü bildirirəm. Rais müəllim doğrudan da yaradıcı insandır. Bizim dostluğumuz 20 il 30 ilə söykənir. Bugün burada bu gündüz şərait, bugün burada yeniliklər məni çox sevindirdi. Mən əziz həmkarım İbrahim İlyasını salamlayıram. Nazım müəllimi salamlayıram və
sevdiğim yerde. Gözledim yolumu həsrət içində. Tükəndi taqətim, niçin gəlmədim? Şəhd vüsalından üzüldü əlim, ey dilbər afətim, niçin gəlmədim? Yarı gəlgin, yarı şad bu sevgi. Ne yaman başımı qattı bu sevgi, tərsinə nallanmış attı bu sevgi. Mən səndən gedəmədim, gəldiyim yer. Əlimdəki qələm bir sədəfli saz, nə qədər sənin üçün coşar, yuxulmaz. Aramızda olan zəncir qırılmaz, ey sözün söhbətim, niçin gəlmədin? Yaxın gəl, yaxın gəl hesablaşına dağınla. Sən ki zəhər sənmiş bal dadmağınla, yazıq ürəyimi aldatmağınla, köhnə dünya kimi demir. Tədbirin aparıcısı, yazıcı birliğinin üzvü Elnur Bəxri fəaliyyətimin bir istiqaməti olaraq kiçik bir şeir tövfəmi də sizə çatdırmaq istəyirəm. Beş günlük həyatın ləzzətli dadı şeirdir. Təskinliyə möhtacların imdadı şeirdir. Gah dağa çıxardır, gah edir çöllərə sürgün. Şairlərin ən ərköyün övladı şeirdir. Səyyah, elə sən neyləmə dünyaya bələdsən, elmin hələ kəşf etmədiyi vadi şeirdir. Allahın əgər ən böyük icadı bəşərsə, mütləq bəşərin ən böyük icadı şeirdir. Məcnun nə bəla çəkmiş idi eşqidə, indi məktəbli uşaqlar üçün o ən adi şeirdir. Çox zalimi, çox qansızı ifşa eləyirdi. Cəlladların ən qorxduğu cəlladı şeirdir. Gördüklərini bir otur, vəsf elə Elnur, onsuz da bekarsan, işimin adı şeirdir. Dağda olsan, kiməsə baxma yuxarıdan aşağı. Sonra qar tək əriyir, axma yuxarıdan aşağı. Gir kiçik daxmaya, Allah'a ibadətlə yaşa. Arxayın olur, görünür daxma yuxarıdan aşağı. Biz kimi ki, yiyəsindən yer iman sərçələrik, atır hər gün bizə bir loğma yuxarıdan aşağı. Günəş ol, qərq elə aləmləri öz nurun ilə, onu da başımıza qalxma yuxarıdan aşağı. Elnur, hər kim ki sənə sadə baxır, sən də ona bax aşağıdan yuxarı, baxma yuxarıdan aşağı. Və dostlar, indi isə Gənclik Klubu